Salam balaca dostlarım. Bugün sizi Xəzərin sahilinə, Küləklər şəhəri Bakımıza bir səyahət aparıram. Şəhərimiz çox gözəldir, elə deyilmi? Amma Bakının daha da gözəl olması üçün onun bizə ehtiyacı var. Gəlin dənizimizin və küçələrimizin gizli qəhrəmanına çevrilək. Baxın, bura bizim doğma bulvarımızdır. Əgər biz plastik butulkaları və kağızları yerə atsaq, Xəzər dənizi kədərlənər. Sahildəki qağaylar isə xəstələnər. Şəhərimizin o parlaq işıqları solmağa başlayar. Amma baxın, sahil boyu düzülən bu rəngarəng qutular, sarı, göy və yaşıl, əslində sehirli keçid qapılarıdır. Sən bir plastiki sarı qutuya attığında, o şəhərin kənarındakı böyük bir emal zavoduna yola düşür. Orada həmin butulkalar yuyulur və sehirli bir toxunuşla, bəlkə də sənin parkda oynadığın yepyeni bir oyuncağa və ya idman ayaqqabısına çevrilir. Kağızlar isə yenidən dəftər olur ki, sən üzərində içəri şəhərin qala divarlarını çəkəsən. Sən hər bir tullantını düzgün qutuya atanda, əslində Bakını qoruyan bir qəhrəmana çevrilirsən. Sən Xəzəri təmiz saxlayır, ağaclarımızı xilas edirsən. Bakı səninlə nəfəs alır. Bugün sən şəhərimiz üçün nə etmisən? Unutma, sən Bakının gələcəyisən. Növbəti sərgüzəştdə görüşənədək şəhərimizi sevin. Hələlik.